Qədim dövrlərdə insanlar hələ danışa bilmirdilər. Qəşək qız, danışmağı öyrəndim. Bəlkə tanış olaq. Tuta, anana, badına. Ay eşək baş, ay soğan baş. Ama gülürüm mal başa düşmür ki nə deyirəm. Ay dümbülüm. Mən də Qaya. Şad oldum tanışdığımıza. Danışa bilirsən sən. Gəl mən sənin adını Daş qoyum. Mən Qaya, sən Daş. Beləliklə Daş qayaya rast gəldi. Danışa bilsən? Danışa bilir nədir? Biz qafiyə ilə söz deyirik. Olar kimdə təpər yaxşıdır. Üzdü gəlmişik, bu səfər yaxşıdır. Oğul bala, ala bu da sizin sənətləriniz. Rəsmi subay sayılırsınız. Sizi təbrik edirəm. Xala qızım boşamaq bilirsən nədir? Elə bil ki bu yağ yiyən o pelimi satmışsan. Başa düşdüm. Deyirəm ay xaloğlu, çox da sevinmə. Sabah ipotekanı götürən kimi təzdən gedirik, təzdən zaks kəstirməyə. Təzə xəbər çıxıb, eşitməmsən? Qohum evlilikləri ləğv olundu. Artıq ikinci dərəcəli qohumlar bir-biri ilə evlənənməyəcəklər. Nə? Boşama idarəsində gəlmişəm, testi yoxlamalıyam. Siz nə vaxt evlənmisiniz? Mart yabrılığının 11-də. Mart yabılardan. Əriniz ən çox harda vaxt keçirdi? Tualetdə. Ailə, həyatı, Cəhənnəm! bilmədim, arvad, Şeytan! Evlilik! o günə daş düşəydi. Sən zarafat elə. Cümə axşamı saat 22:30-da ARB-də.